Gəncədə öldürülən oğlanı yaxşı sual ortaya çıxır. Niyə bu qədər onun dostları qabardır bu söhbəti? Onun dostları niyə bu qədər qabardır söhbəti? Onun dostları niyə bu qədər qabardır söhbəti? Çünki hamısı bilirlər ki, o uşaq 60 manata görə öldürülübdür və onu öldürənlər polislərdir. Birbaşa Gəncə polis rəisi var, general Yaramaz. Birbaşa onun əmri ilə öldürüblər. Dəyərli həmvətənlərim, daha taciz eləmək istəyiblər. Daha necə deyərlər, dəyərli həmvətənlərim, təcavüz eləmək istəyiblər. Yoxsa təcavüz eləyib. Çox gözəl oğlan idi. Yəni başqa şey deyəmərəm. Amma yuxarıda Dövlət Təhlükəsizlik Xidmətində nəsə danışılır. Və eləcə Daxili İşlər Nazirliyində oranın polis rəisi generaldan şətər keçməyibdi. Müəyyən söhbət var ortada, məxfi söhbət. Ben onu araşdırıram. O üzə çıxır. Hələ ki bilinən odur ki, gənclər, gəncəlilər, gəncəli onun dostları bilirlər ki, polislər öldürübdü onu. 60 manat söhbətinə görə polislər öldürdü onu. Amma 60 manata görə polislər inanmıram adam öldürər. Söhbət daha dərin, böyük söhbətdir. Hansısa məsələni hardasa deməməliymiş, deyibdi, ona görə öldürülübdür. İndi o general və ya generalın ən əziz adamı kimdir? Onların arasında nə gəldi, keçdi ki, bu uşağı belə öldürdülər. Onun üstündə işləyirəm, bu gün də yarımçıqdır. Mən onu tamamlayıb sizə deyəcəyəm, dəyərli həmvətənlərim. Deməli, o barədə çox danışmaq istəmirəm.